Salam uşaqlar, hər vaxtınız xeyir. Biz bugün DİM 9-cu sinif 20 sınaqdan 5-ci növ sınağınızı həll edəcəyik. Başlayaq birinci sualdan. Deyir, absisi ordinatından absis x-dir, ordinat y-dir. Absis ordinatından 5 dəfə kiçikdir. Yəni x bərabərdirsə y böl 5-ə, onda y də bərabərdir 5x-ə. Mən də verib y bərabərdir 2x plus 9. Y-ni yeni yazıram, 5x bərabərdir 2x plus 9, 3x bərabərdir 9, x də bərabərdir 3. X üstüsə, onda bu da olacaq 15. Y bərabərdir nəyə? Bizim cəmini soruşur. Yəni 3-dən 15-in koordinatları cəmi cavab edəcək 18B variantı. İkinci sual. Açıb həll edirəm. Bir dəfəlik yazıram. 9x üstə gəl 15. Çıxılsın 3x üstə gəl 6. Deməli 6x üstə gəlsin 12 plus 7. Bu da mənə verəcək 6x üstə gəlsin 15. Üzr istəyirəm 6x üstə gəlsin 21. Deməli 6x üstə gəlsin 19. Uşaqlar, 6x-lər getdi, 21 böyükdür 19-dan, düzdür? Onda belə çıxır ki, mənfi sonsuzdan, çünki həqiqətən də 21 19-dan böyükdür axı, cavab mənfi sonsuzdan müsbət sonsuzluq. Yox, əgər bizim cavabımız belə alınsaydı, onda biz artıq bu sistem təlinin həlli yoxdur. Amma bizim cavabımız nə olacaq? C variantı. Üçüncü sual. Hansı funksiyanın qrafiki təsvir edilmişdir? Əlbəttə ki, mən burada təpə nöqtəyə baxıram. Diqqətli olsanız görəcəksiniz ki, bunun təpə nöqtəsi 2, 0-dır. A vurulsun, x çıx, m-in kvadratı plus n düsturundan, burada 12 olduğuna görə, yerinə qoyuram. Burada m-dir, baxın, birinci m gəlir, sonra n gəlir. Olacaq A vurulsun, x çıxılsın, 2-nin kvadratı plus 0 bərabərdir y. İndi uşaqlar, mən götürürəm burada, bu nöqtəm 0-12 nöqtəsidir. A-nı tapmaq üçün qoyuram yerinə. A-nı tapmaq üçün qoyuram yerinə, yazıram A vurulsun, 0 çıx 2-nin kvadratı bərabərdir. Y-in qiyməti nə idi? 12. Bərabərdir 12. Mənfi 2, 0 çıx 2, mənfi 2 eləyir. Mənfi 2-nin kvadratı 4 eləyir. 4A bərabərdir 12, A da bərabərdir 3. Deməli, mənim funksiyam olubdur 3 vurulsun, x çıxılsın 2-nin kvadratı. Bu da cavab olacaq D variantı. Yox, əgər imtahandasınız, vaxt azlığı varsa, qiymətləri yerinə qoya bilərsiniz ki, yəni baxa bilərsiniz ki, 2-0 nöqtəsindən hansı keçir, 0-12 nöqtəsindən hansı keçir. Orada da cavab olacaq D variantı. Keçirəm, deməli, 4-cü suala. Deyir ki, 2x, bir dəfəlik həll eləyək, 11-dən 3 çıxanda 8 eləyir, 4, ikincisi də 3x, 21 üstə 2 gəlirəm, 23, deməli, bu da olacaq 23 böl 3. Uşaqlar, baxın, bu işarə kəsişmə deməkdir. Əgər belə olsaydı, birləşməsini tapardım. Əni doğru çəkirəm, 4 ilə, bu da bizə verəcək 6 tam, 7 tam 3-də 2. 4 ilə 7 tam 3-də 2-nin ikisini də alır. Aha, çəkdim. 4-dən müsbət sonsuzluğa gedibdir. Bu da mənfi sonsuzdan 7 tam 3-də 2. Kəsişməsi harı oldu uşaqlar? 4-dən 7 tam 3-də 2-yə. Bizdən soruşur ki, sistemin tam həlləri cəmi 4 plus 5 üstə gəlsin 6 üstə gəlsin 7. Bu da cavab oldu 22A variantı. 5-ci suala keçirəm. Gördüyünüz kimi paraleldir. Paraleldir. Analitik ifadəsi olar. Paralel uşaqlar nə olmalıdır? K-lar bir-birinə nə olmalıdır? Çünki y bərabərdir K1 x üstə gəlsin B1. Y bərabərdir K2 x plus B2 tənliyində K1 K2 bərabərdirsə paralel, K1 K2-dən fərqlidirsə, onda bunlar kəsişir. Əgər K1 K2-yə bərabər, B1 də B2-yə bərabərdirsə, B1 də buradan B1 B2-dən fərqlidir uşaq. Bərabərsə, bunlar isə üst-üstə, qrafiklər nə olur? Üst-üstə düşür. İndi mənə fx-i veribdir 2x çıx 8. Uşaqlar, bunun k-sı nədir? Y bərabərdir kx plus b-dən baxıram ki, k-sı 2-dir. K-sı 2-dirsə, mənfi funksiyamın k-sı 2 olmalıdır. Mənfi funksiyamın k-sı 2 olmalıdır. Amma paralel olanda biz dedik ki, nə olur? B-lər fərqli olmalıdır. Baxın, k-sı 2 olan bir 2x çıx 9 var. 2x plus 9 var. Bir də 2x var. 2x olmaz. Çünki 2x olsaydı, bu koordinat oxundan keçməli idi. X-in 0 nöqtəsini y də 0 alır. Amma buradan keçməyib. Deməli, cavab D deyil. Yəni, bu deyil.
Axı mən dedim, bizim o birisi funksiyamız 2x çıxılsın 8 idi, düzdür? Aha, ifadəsi hansı ola bilər? 2x plus 9 olsaydı, uşaqlar, mən baxın, y-im görün hardadır qrafikdə. Mənim qrafikimdə. Y-im, baxın, müsbətdir. X-ə 0 verəndə y müsbət olmalıdır. Mən də bu x-ə 0 verəndə, bu nasıl? Y-im bu da mənfidir. Deməli, bu da ola bilməz. Cavab olacaq nə uşaqlar? C variantı ki, hansı ki mən x-ə 0 versəm, yəni y bərabərdir 2x plus 9, x-ə 0 versəm, y olacaq nə? 9. Keçirəm 6-cı suala. X üstə gəlilsin 4, a çıx 12, x çıxılsın 3, 2. Deyir ki, bərabər həlli var. A parametrin satır qiymətində həlli var. Deməli belə. Deməli uşaqlar, mən buradan x tapıram. A çıx 12, çıx 4. Buradan da x tapıram 5. Bura oldu məndə x. Baxın, bu a çıx 16 elədi. Bu da elədi 5. Deməli uşaqlar, x 5-dən kiçikdir, a çıx 16-dan nədir? Böyükdür. Düzdür, a çıx 16. Deyir, a parametrinin neçə natural qiymətində bərabər sistemin həlli var? A parametrinin neçə natural qiymətində. Deməli, a çıx 16, a çıx 16. Uşaqlar, a çıx 16 5-dən kiçik olmalıdır. Həm də bərabər də ola bilər. Çünki hamısı bərabərdir. Onda mən yazıram a 21. Deməli, a 21 natural həlli var. Cavab C variantı. Cavab C variantı. Keçirəm 7-ci sualı. Deyir ki, y bərabərdir 16 bölü x. Qrafik üzərində absisi ordinatı bərabər olan. Absis x-dir, ordinat y-dir. Bərabərdirsə bizi bərabərləşdirək. Yazarım, məsələn, x bərabərdir 16 bölü x. Onda x-in kvadratı bərabərdir 16. Onda x də bərabərdir müsbət mənfi 4-ə. Deyir, nöqtələr arasındakı məsafə. Uşaqlar, 4 ilə mənfi 4-ün, baxın, qrafik üzərində nöqtələr arasındakı məsafəni tapın. Yəni, baxın, x 4 olanda y də 4 olsun. Nöqtə buradadır. Deyir, x mənfi 4 olanda y də mənfi 4 olsun. Bizdən bunların arası ki, nəyə soruşacaqlar? Məsafəni, yəni A ilə B-nin arasındakı məsafəni soruşur. İndi mən nə edəcəm? Mən buradan bir hündürlük çəksəm, baxın, mən buradan bir hündürlük çəksəm, buradan da bir hündürlük çəksəm, bilirəm ki, bura 4-dürsə, baxın, buradan bura 4-dürsə, onda burada 4-dür, burada 4-dür, burada 4-dür, burada 4-dür. Pifaqor teoreminə görə bu olacaq 4 kök altında 2, burada 4 kök altında 2. Onda cavab nə olacaq? 8 kök altında 2A variantı. Keçdim 8-ci sualı. Kök altında 7 çıxılsın 3, x çıxılsın 4 bərabərdir 6 çıxsın. 28-i nə yazaram? 28 yazaram 2 kök altında 7. Uşaqlar, mən də buradan 2-ni çıxartsam avtomatik. Olacaq 3 çıx kök altında 7. Onda yazaram x çıxılsın 4. Uşaqlar, bu ifadə müsbətdir yoxsa mənfi? Mənfi. Niyə? Çünki 3 kök altında 9-dur, bu da kök altında 7-dir. Mənfi verdi mənə. Bu mənfidirsə, hər tərəfə bölsəm buna, onda işarə dəyişəcək. Olacaq, işarə dəyişdi. Olacaq, nə? Olacaq 2, deməli, olacaq, bir dəqiqə bunu silək. Olacaq 2 vurulsun, 3 çıxılsın kök altında 7, bölünsün kök altında 7 çıxılsın 3. Mən də bilirəm ki, burada ixtisar eləsəm mənfi 1 alacaq. Olacaq x çıx 4, bu da olacaq mənfi 2 üstü gəlsin 4, bu da cavab olacaq 2. Mənfi sonsuzluqdan 2-yə A variantı. Keçdim 9-cu sual. Hansı rüblərdən keçir? Uşaqlar, baxın. Y bərabərdir x-in kubudur, düzdür? Mən qoyuram yerinə bir dəfə mənfi 2, bir dəfə mənfi 1, 0, 1, 2. X-in yerinə qoyuram. Y-in yerinə qoysam nə olacaq? Mənfi 2 qoysam mənfi 8, mənfi 1 də mənfi 1, 0, 1 və 8. İndi deməli burada göstərəcəm. Yazıram mənfi 2 olanda mənfi 8,
Deməli 6, 7, 8. Gəlib düşdü bura. Mənfi 1-dən mənfi 1 düşdü bura. 0-da 0 düşdü bura. 1-də 1, 1-də 1 düşdü bura. 2-də 8 də gəlib düşdü fəziyyətçi bura. Deməli uşaqlar, baxın, bu hiperboladır x-in kubuncu. Baxın, 0-da qoyanda 0 olmuşdu, onsuz da nöqtə buradaydı. Görürsünüz, hiperboladır bu. Hansı rüblərdə yerləşir? 1-ci və 3-cü rüblərdə yerləşir. Cavab B variantı. 10-cu sual. 3x plus 2, bax, mən bəxt dedim, belə olanda biz birləşdirəcəyik. İndi birləşdirəcəyik biz burada. 4x sıx 2, adi tənlik kimi həll eləsəm, bu olacaq 6, bu da olacaq 2. Şolar, indi əddoxu çəkirəm. Yazıram, özü ikisini də almır. 2, 6 yazıram. Mənfi sonsuzdan 2, 6-dan müsbət sonsuzluğa. Birləşməsi olacaq elə mənfi sonsuzdan 2-yə, 6-dan müsbət sonsuzluğa. Keçdim 11-ci suala. Qiymətlər çoxluğu. Uşaqlar, qiymətlər çoxluğu tapanda burada n-dən a müsbətdirsə n-dən müsbət sonsuzluğa. A müsbətdirsə n-dən müsbət sonsuzluğadır qiymətlər çoxluğu. Əgər a mənfi olsa, olacaq mənfi sonsuzdan n-ə. Bu qaydadır. İndi məndə a 2-dir, müsbət 2-dir, müsbətdir. Ona görə olacaq n-dən müsbət sonsuzluğa. Mən burada n-i tapıram. N bərabərdir mənfi d bölü 4a. Mənfi diskriminant 144 çıxılsın. 64 vur 4. 6 yazıram. 1 yadda 256. Bölü 8. 4 dəfə 2, 8. Bu da bərabərdir. 256-dan 140 çıxanda 2, 1, 1, 112 bölü 8. Bu da mənə verdi 14. Deməli, cavab oldu 14-də müsbət sonsuzluğa cavab. D variantı. 12-ci sual. Deyir ki, 12-ci sualda x üstə gəlsin 7, 10 çıx x, x çıx 13. Şular, mən burada bir dənə mənfiyə vuracam hər tərəfə. Mənfi 1-ə vuracam. Mənfi 1-ə vuranda mənfi 1-ə vursam əgər. Burada gəlin belə yək. Belə deyim də mən sizə. Şular, mən yazıram x plus 7. Burada yazıram x çıx 10. Birinci x gəlsin. Baxın, x çıx 10. Qabağında bir dənə mənfi atıram. Yerlərini dəyişdim axı. Mənfi də böyle nə olacaq? İşarə dəyişəcək. Nəyə görə mən belələdim? Mən belələdim ki, müsbət mənfi geçsin də, yəni. Mənim üçün rahat olsun. Bu olacaq mənfi 7, 10, 13. Heç birində almır. 14 qoyayım yerinə. Müsbət mənfi, müsbət mənfi. Mənə nə soruşur? Mənfi soruşur. Cavab olacaq mənfi sonsuzdan mənfi 7-yə birləşir 10-dan 13-ə. Cavab B variantı. 13-cü sual. Birinci rübdə kəsmə nöqtəsi. 15 bölü x bərabərdir. X üstə gəlsin 2. Onda 15 bərabərdir x-in kvadratı plus 2x. X-in kvadratı plus 2x çıx 15 bərabərdir 0. Mənfi 5, 3. Koordinatları cəmin tapın. Şolar. Birinci rübdə axı x mənfi olmalıdır. Baxın. Birinci rübdə x mənfidir. Üzr istəyirəm, müsbətdir. Yəni burada onda 3 uyğun gəlir. 3 olar. Mənfi 5 olmaz. Birinci rübdə x müsbətdir. 3-ü qoysam yerinə, hər hansı birində yerinə. Məsələn, burada qoyuram yerinə. Tapıram y5. Deməli, x 3 imiş, y 5 imiş. Cəmi də olacaq 8. Cavab Y variantı. Bu olacaq 2x çıx 3. Bir dəfə uşaqlar müsbət 9. Bir dəfə də işarə dəyişəcək. Mənfi 9. Burada isə deməli doxunda çəksəm uşaqlar. İndi sizə mən bir qayd deyim. Əgər belə olubsa, baxın, bu birləşmədir. Bunun birləşməsini tapacam. İndiki misalda birləşməni tapacam. Yox, əgər belə olsaydı, üzrdən deyən şey elədim. Belə olsaydı, bu onda kəsişmə göstərir. Baxın, işarənin enliyinə baxın. Baxın, burada 2 hərfinə oxşuyur. Burada isə bu hərfinə oxşuyur. İndi necə yeyəcəm?
Yazıram, toxun çəkirəm. Baxın, ikisinə qeyd edirəm, ikisi də alır. Mənfi sonsuzdan mənfi 3 altdan müsbət sonsuzluğa. Bunun birləşməsi ilə mənfi sonsuzdan 3-ə birləşir 6-dan müsbət sonsuzluğa. Deyir ki, kəsmə öhdəsinin koordinat cəbrini tapın. Yox, əstəğfurullah. Baxırıq, cavab olacaq B variantı. 14-ü dedik. 15-ci sual. Deyir, y bərabərdir 24 çıxılsın 3x bölü 4 funksiyasının qrafikinin orduna toxularla kəsmə deyirsə, bir dəfə x-ə 0 deyirəm, bir dəfə y-ə 0 deyirəm. X-ə 0 versəm, y olacaq 6. Y-ə 0 versəm, x-də olacaq 8. İndi qeyd edirəm. X-in 8 qiymətini qeyd edirəm. Fəziyə 2 buradır. Fəziyə 2 bura 8-dir. Buradan da fəziyə 2 bura nədir uşaqlar? 6-dır. Bizə deyir ki, baxın, bu 3 bucağın bizə nə soruşur? Perimetrini. Bura 6 imiş, bura 8 imiş, burada 10 imiş. Perimetri nə oldu uşaqlar? 24. Keçirəm 16-cı sualı. Baxırıq. Deyir ki, x çıxılsın 5, 2 çıxın 4. Deyir, həllər çoxluğu 5 olsun. Bunun həllər çoxluğu, yəni cavabın 5 olması üçün, onda bu ifadə 0-a bərabər olmalı. Yəni, x çıxılsın 5 olmalıdır 0. Mənfi ola bilməz. 0 ola bilər. Yəni, çünki x çıx 5 modda necə mənfi olsun? Onda olacaq bunun həllər çoxluğu 5. Yəni, cavab olacaq 5. Yəni, x bərabər olacaq 5. Yenə deyirəm, mənfi ola bilmədiyi üçün, yəni, burada heç bu işarəyə qoymasaq da olar. Çünki mənfi almır da, ancaq 5 alır. Onda 2a çıxılsın 14 nəyə bərabər olmalıdır 0-a? Onda a da bərabərdir 7-yə. A parametrinin 7 qiymətində həllər çoxluğu oldu 5. 17-ci sual. Funksiyanın qrafikləri orada toxu üzərində kəsişir. Birinci kəsişir deyirsə, artıq biz buna etməliyik? Bərabər etməliyik. Artıq orduna toxu üzərində deyirsə, burada kəsişirlərsə, deməli bunların nədir? X-ləri yoxdur, 0-dır. X-i yenə 0 qoyuram. Yazıram 2 vur 0 plus 6. 2 üstə gəlinsin m bərabərdir 6. M də bərabərdir nəyə? 4-ə. 18-ci sual. 12. Uşaqlar, biz demişik ki, 6-6 çıxanda çarpa çıxmalıyıq. Olacaq 12-dən 10 çıxıram. X-dən də y-i çıxıram. 20-dən də 4. Cavabımız oldu 2. X çıxılsın y 16. Tam qiymətlərinin sayını sayın. Sayını tapın. Bu da olacaq 16-dan 2 çıxaram. Bir dənə də ikisi də almır deyə bir dənə də 1 çıxaram. Olar 13. Keçirəm 18-ci sualı. 19 istəyirəm 19-cu suala. 2x çıxılsın 19 təyin oblastı x-dir. X-in ala biləcək qiymətlər. Onda mən də bilirəm ki, bu 2x çıxılsın 19 müsbət olmalıdır. Onda bu olacaq 19 bölüşü, yəni 9,5-dən yuxarı ədədlər. Deyir ki, daxil olan ən kiçik, bu daxil olan ən kiçik tam ədəd, ən kiçik ədədin tam və kəsr hissəsi. Daxil olan ən kiçik tam ədəd 9,5-dir. Tam hissəsi 9-dur, kəsr hissəsi isə uşaqlar 0,5-dir. Hasil olacaq 9 vur 0,5 bərabərdir 4,5-ə. Keçirəm 20-ci suala. X-in kvadratı vurulsun, x çıx 3, x çıxılsın 8. Deyir mənfidir. Mən də birinci bu sıfırlarını tapıram. 0, 3, 8. Uşaqlar 8-i almır, çünki 8-i almır, çünki 8 məxrəzdədir. 3-dən 0-ı alacaq. İnterval çəkirəm. 9 qoyuram. 9 qoysam, baxın, bu ifadə həmişə müsbətdir. Heç bura baxmasam da olar. 9 qoysam müsbət yazıram. Uşaqlar, kvadrat var deyə, mən bir yerinə qoymalıyım. Kvadrat olmasaydı, ya da müsbət mənfi. Amma indi məndə kvadrat var deyə, mən bu birdən birə yaza bilmərəm. Gələk, bir yoxlayaq. 3-dən 8-in arası 4 var. 4 qoysam, mənfi. 2 qoysam müsbət. Mənfi 1 qoysam da olacaq müsbət. Mənə də nə soruşur? Mənfini soruşur. 3-ü alır, amma 8-i almır. Və bir də nə alacaq uşaqlar? 0. Bir də 0 alacaq. Tam həllərinin sayını tapın. 3, 4, 5, 6, 7 və 0. Çünki 0 da daxildə alır. 0 alır. 1, 2, 3, 4, 5, 6. Cavab olacaq 6. İndi isə baxıram 21-ci suala. Deyir ki, bizə qrafik verilib və
Deyək ki, alfa plus betanın cəmini dərəcə ilə tapın. Uşaqlar, deməli bizim funksiyalarımızdan biri 4-də 3x plus 2-dir. O biri isə mənfi 3-də 4x plus 9-dur. Biz demişik ki, y bərabərdir k1x plus b1. Bax, mən bu dedim bir daha da. k2x plus b2. Əgər k1 k2-yə bərabər olarsa paralel, amma B1 də B2-dən fərqli olarsa paralel. Əgər K1 K2-yə bərabər, B1 də B2-yə bərabər olarsa üst-üstə düşür və K1 ilə K1 K2-dən fərqli olarsa bunlar kəsişir. İndi bunlar kəsişir, əlbəttə ki, fərqlidir. Amma biz də bilirik ki, K1 ilə K2-nin hasili mənfi 1-dirsə, bunlar 90 dərəcə bucaq altında kəsişib. İndi mən də baxıram ki, 4-də 3, deməli bunun k-sı nədir? Bunun k-sı 1 4-də 3-dür, bir də mənfi 3-də 4-dür. Bunların hasilini tapsam, bu deyir mən mənfi 1. Deməli, mənim qrafikimdə, baxın, mənim qrafikimdə həmən bu bucaq olub 90 dərəcə. Onda alfa ilə betanın cəmi nə olacaq? 90 dərəcə. Cavab 90 dərəcə. 22-ci sualın izahına. Deyir ki, x-in kvadratı çıxılsın mx plus 9. Mənfi sonsuz müsbət sonsuz olmaq üçün diskriminant mənfi olmalıdır. Onda m kvadratı çıxılsın 4 vurulsun 9. Həm sıfıra kiçik, həm də bərabər olmalıdır. Onda biz bunun həlləsi olacaq m çıxılsın 6. M plus 6. İnterval çəkirəm. Müsbət, mənfi, müsbət. Deməli, bizə mənfi dediyinə görə cavab olacaq mənfi 6-dan 6-ya neçə tam həlli var? 12 dənə. Cavab 12. Çünki mənfi 6-dan 6-ya, baxın, buradan bura 6, 6, bir dənə də 0. Gəl 1. Cavab, üzr istəyirəm, 13. Cavab 13. İndi isə keçirəm 23-cü suala. Deyir ki, belə bir qrafiklərimiz var. Burada kəsişmə var. Deməli uşaqlar, baxın, bura 6-dır. Bura 5-dir. Bura 3-dür. 24-dür. Bizə deyir ki, A fx-dir, B gx-dir. Aha. İndi uşaqlar, bu simmetri oxudur. Düzdürmü? Baxın, baxın. Baxın, bu simmetri oxudur. Onda simmetri oxudursa, o deməkdir ki, yəni sağdan və soldan eyni vahiddədir də. Yəni necə qob ortasından keçəyim. Aha. Aha. Yəni 5-in üzərinə 1 gələndə 6 eləmirmi? 1 vahid. Deməli, buradan da 5 çıxsam, 1-i çıxsam, burada 1 vahid fərq olmalıdır. Yəni bunun üzərinə 1 gələndə 5 eləməlidir. Onda bura 4-üymüş. Baxın, onda bura 4-üymüş. Onda mən də yazacağım ki, ax kvadratı, bilirəm ki, bu bir paraboladır. Bx plus c bərabərdir y-də. Bir dəfə 4-0-ı yerinə qoyaram. Bir dəfə 0-24 nöqtəsini, baxın, 4-0 buradır. 0-24 oradır, düzdürmü? Və m-imiz, yəni bizim simmetri oxumuz, yəni x-imiz, m-imiz 3-dür. İndi mən yerinə qoyuram, yazıram 16a, üstə gəlsin 4b, üstə gəlsin c bərabərdir 0. Sonra aşağıdakı yerinə qoyuram, yazıram a vur 0, üstə gəl b vur 0, plus c bərabərdir 24. M də bərabərdir mənfi b böl 2-ə, bu da bərabərdir 3-ə. Onda belə çıxır ki, sadələşdirsəm, onda bura 16a üstə gəlsin 4b plus c bərabərdir 0-dır. Bunlar 0-dır. C bərabər imiş 24-ə. B də bərabər imiş mənfi 6a-ya. Yuxarıda yerinə qoyuram. Yazıram 16a üstə gəlsin. B-nin yerinə yazıram mənfi 6a. C-nin də yerinə yazıram 24 bərabərdir 0. 16a çıxılsın 24a bərabərdir mənfi 24. Mənfi 8a bərabərdir mənfi 24. A da bərabərdir 3. A 3 isə burada nə olacaq? Mənfi 18. Deməli, bizim funksiyamız olacaq bu cür. A 3-dür. Yəni, ax kvadratı plus bx plus c bərabərdir y olacaq. A-nın yerinə 3 yazacam. B-nin yerinə mənfi 18 yazacam. C-nin yerinə 24 yazacam. Analitik ifadəsini yazdıq. Cavabımız olacaq bu cür.
Keçirəm indi 24-cü suala. Deyir ki, 2x üstəgənizin 3y bərabərdir 8 və mənfi 2 6. Burası silək. Deyir ki, biz buradan y tapacaq. Olacaq 8 çıxılsın 2x böl 3. Burada yerinə qoyacağım. Yazdım ki, 8 çıxılsın 2x böl 3. Hər tərəfi 3-ə vuraram. Hər tərəfdən 8 çıxacam. Hər tərəfə mənfi 2-yə böləndə artıq yerlər dəyişəcək. Yerlər dəyişəcək. Çünki mənfət də bölürəm. Mənfət də bölürəm. Olacaq mənfi 5. Mənfi 5. X. Bu da olacaq uşaqlar mənfi 2-yə böləndə 7. Deməli, mənfi 5-dən 7 olacaq. Mənfi 5 bizə alabiləcək qiymətlərin cəmi soruşur. Mənfi 5-dən, mənfi 5 daxildir. 6-ya qədər ədədlərin cəmi. Müsbət 5-ə qədər islah getir. Cavab olacaq 6. 25-ci suala. Deyir ki, y bərabərdir m kvadratı çıxılsın 10m plus 25. Deməli, x üstə gəlinsin 11m plus 28. Uşaqlar, indi baxın. Deyir, funksiyanın qrafiki 1-ci, 3-cü rübün tənbələn olsun. Bura 1-ci rüb. Mən bilirəm ki, bura 1-ci rüb, burada 3-cü rüb. Tənbələn olması üçün onda bu y bərabərdə kx funksiyası olmalıdır. Baxın. Onda belə çıxır ki, bu ifadəmiz olmalıdır. Deməli, 1. Yəni, y bərabərdə x funksiyası olsa, y bərabərdir 1. Tənbələn olması üçün. Çünki y bərabərdir 1 olanda, bura 90 dərəcə olacaq. Baxın, 90 dərəcə olacaq. K1 olanda. 90 dərəcə olanda olacaq 45-45. Tənbələn olacaq. K1 olmalıdır. Bu isə 0-a bərabər olmalıdır. Kəm bərabərləşdirək. Yazıram m kvadratı çıxılsın 10m plus 25 bərabərdir 1. M kvadratı çıxılsın 11m plus 28 bərabərdir 0. Yəni, bura 90 dərəcə olanda, çünki k bərabərdir tangens alfaya. Tangens alfaya. Burada da alfamız 45 dərəcə olanda k da bərabər olacaq 1-ə. Çünki tangens 45-də 1-i alır. Deməli, m kvadratı çıxılsın 10m. Üstə gəlinsin 24 bərabərdir 0. Deməli, gəlin köklərini tapaq. Burada kök olacaq 4, 6. Burada kök olacaq 4, 7. İkisində ortaq kök 4 olduğuna görə m bərabərdir 4. Baxdığınız üçün çox sağ olun, təşəkkür edirəm.